Herkese salam, ben Mehman. Bugün kanal incelemenin yeni bölümüyle karşınızdayım. Ne inceleyeceğim? Tabii ki de kanal inceleyeceğim. Açıkçası Turan Azizoğlu'nun uzun müddetdeki kanal inceleme deyirdi. Ama inceleyecek kanal deyəsən Turan Azizov'dan başqa yoxdur. O yüzden baxıram. Varsa da qüsura qalmasın, neçə həftə yaxud neçə aydır ki, kanal incələmə çəkmirəm deyə unutmuşam. Yorumları da unutmuşam. Kanalını incələməmi istəyənlər xahiş edirəm ki, yazın, təkrarladın, xatırlatın, yoxsa səhv anlaşılmalar ola bilər. Herkese salamlar. Bugün yeni bir telefon almışam. Uzun zamandır YouTube'a falan baxmıram. Öyle telefon paylaşmışdım. Şimdi bir maçtan Honor 406 bir telefon almışam. Sonra bir zəmanət də var. Ya açmağa başlayaq. Buralarını açaq yavaş-yavaş. Sizə dəstək olmaq üçün bir like atmağı unutmayın. Like atın ki, belə tip gözəl videolar davamı gəlsin. Sıxardaq yavaş-yavaş. Maraq edirəm. Bunu xoşladım deyə bunu aldım. Sonra şöyle başka telefonu aldık. Ben açtım. Gördüğünüz kimi telefonumuz gold rəngindədir. Ben yine silikon kablosu çıxır. Tüm videosunu izləmək nə deyim, ayıb olar ya. Həm çox vaxt olur, həm də ki də ayıb olar. Öz kanalından izləyərsiniz. Linkini zaten kopyalayıb yorumlara yapışdıracağım. Oradan Turan Azizov'un kanalına girə bilərsiniz. Bu kanal 3-4 tane kanalı var bildiğim kadar ve bu kanalında oyun videoları paylaşır. Postlar var, mahnı siyahlar var, canlı var, short var, video var. Açıqlamada yaxşı sayı var. Toplam izləmə çox yaxşıdır. Gözəl, çox izlənən videosu həqiqətən dəhşət çox izlənib. O halda şey deyim, incələdik, bir də puan verək mi? Ama 4 dəqiqədən uzun olmalıdır ki, videoyu saysın. Neyse, incələmədə option kanal incələmədə normalda, amma puan verəsi olsam 8,5, amma gelişməyi falan nəzərə alsaq 9,5 deyə bilərəm. Oyun kanalı bazında 9,6, amma genel olarak 8,5. Yani bütün kanal kategoriyalarla beraber YouTube'ya saysa. Bu kadar. O zaman görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.